Salam şagirdlər, indi sizlərlə birlikdə 15 fevral 2026-cı il Turan Tədris Mərkəzində keçirilən sınaq imtahanının izahına baxırıq, hansı ki riyaziyyatdan olan sualların izahına. İndi A və B-nin hansı qiymətində tənliklər sisteminin sonsuz sayda həlli var. Burada x-in əmsalı 1-dir, y-in əmsalı da 1-dir. Burada y-in əmsalı -b-dir. Nə zaman sonsuz sayda həlli var idi? A1 bölü A2, yəni 1 bölü 3 bərabərdir 1 bölü -b. O da bərabər A bölü 2 olduqda. Bu ikisini bir tənasüb kimi baxıb həll etsək. -b bərabərdir 3-dən, b bərabərdir -3-ə. Bu ikisinə də bir tənasüb kimi baxıb həll etsək. 3a bərabərdir 2-dən, a bərabərdir 2 bölü 3. A-mız 2 bölü 3, b-miz -3, 2 bölü 3, b-miz -3, 2 bölü 3 -3. Cavab Y-bəndir. Keçdik digər sualın izahına. X çıx y böl kökdə x çıx kökdə y çıx kökdə y. Bu x-i mən kök altda x-in kvadratı, y-i də kökdə y-in kvadratı kimi baxsam, necə vuruqlarını ayırlar? Kök x çıx kök y-ə, kök x topla kökdə y. Kvadratların fərqi yəni. Bölünsün kökdə x çıxılsın kökdə y. Kök x çıx kök y-lər getdi. Yerdə bu ifadə qaldı. Bir də çıx çöldə kənarda bu kök y var. Bu kök y ilə bu kök y də getdi. Cavab kök altda x. Sonra digər sual. ABCD paralelogramda NAC alfa, NCA da alfadır. Perimetr üçbucaq AB'nin 30 olarsa. Yəni mən burada AN uzunluğuna x desəm, NC uzunluğu da x olacaq. Niyə? Çünki bərabər yanlı üçbucaqdır. Hardan bilirəm? Oturacağı bitişik bucaqları bərabərdir. Onda AN ilə NC yan tərəflər olmuş olur. Bu yan tərəfi bilmirəm. Y deyirəm. Onda burada y olur. Burada z deyirəm. Onda bu isə x üstə gəl z olur. İndi gəlin baxaq. Bu üçbucağın perimetri, yəni buradakı üçbucağın perimetri hansı ki 30 eləməlidir. Yəni x üstə gəl, y üstə gəl, z bərabər 30. Paralelogramın perimetrini istəyir. P paralelogramda 2 vur A topla B düsturuna görə. 2 vur. A'mız y-dir. B'miz də x topla z-dir. Elə bu cəm eyni şeydir. Yəni bura 30 elədir. Qarşıda da 2 var. 2-ni 30'a vurduq. Cavab 60. B bəndir. Keçdik 60 nömrəli sualın izahına. Tənliklər sisteminin A parametrinin hansı qiymətində sonsuz sayda həlli var? 3 nisbətdə bərabər olduqda dedik. A bölü 3 bərabərdir 3 bölü A. O da bərabər 3 bölü 3. Yəni nisbətlər 1'i verməli. Çünki burası 1 edir. 3'ü nəyə bölsən 1 edir? 3'ə. Cavab A bəndir. Deyir ki, ədədin 5'də 3 hissəsi onun 5'də 2 hissəsindən neçə faiz çoxdur? 5'də 3 hissəsini tapmaq rahat olsun deyə ədədimizə A götürdüm 5x deyə. 5x'in 5'də 3 hissəsi 3x. 5x'in 5'də 2 hissəsi 5x'i 5'də 2'yə vurduq. 2x. Deyir ki, ədədin 5'də 3 hissəsi onun 5'də 2 hissəsindən neçə faiz çoxdur? 5'də 2 hissəyə nəzərən aparmalıyıq hesablamanı. Bura 100% desək, 2x'a 100% desək, tənasübdən 3x'a da t faiz desək, t buradan 150% olaraq daşır. 150% 100%-dən də 50% çoxdur. Durub ədədin 5'də 3'ü 60% yazıb, ədədin 5'də 2'si 40% yazıb. 60'dan 40'ı çıxmanın cavabı 20 tapmayın. Bu tamam səhv yoldur. Hesablama ədədin 5'də 2'sinə nəzərən aparıldığı üçün 5'də 2 hissəsini 100% qəbul etməliyik. İndi gəldik bura. Kökləri cəmini 0 edən A parametrini ala biləcəyi qiymətlərin hasilini tapın deyir. Köklərin cəmi 0 olmaq üçün bilirik ki, burada B'si 0 olmalı, yəni x-in əmsalı. Mənfi m kvadratı çıx 9m topla 5 bərabərdir 0. Bir ədədin əksi 0 isə elə özü də 0. M kvadratı çıx 9m topla 5 bərabərdir 0-a. M parametrinin qiymətləri hansıdır? M1 vur M2'ni istəyir. M1 vur M2-də sərbəst hədd böl baş əmsal. 5 böl 1'dən cavab 5. B bəndir. 63'də vuruqlarını ayırın. Görürük ki, B3'ündə də ortaqdır. B-ni mötərizə xaricinə çıxartdım. B kvadratı çıx 8, B topla 16 qaldı. Burada B vurulsun, bu ifadədə tam kvadratdır. B çıx 4 ikəlisinin kvadratıdır. Yəni cavab oldu A bəndi. Keçdik digər sualın izahına. Kökün altında A çıx 3'ün kvadratından. Bu kvadrat uşaqlar kökdən çöldədir, kökün içində deyil. Ona görə A çıx 3'ün modulu yox, A çıx 3'ün özü çıxdı. Digər yandan A çıx 3 də böyük bərabər 0 olmalıdır. A da buradan tapırıq böyük bərabər 3'dən. A çıx 3 çıxdı. Burada cüt olanda modulu çıxır 2 minus A. 5 ilə 5 tək olduğuna görə də özü çıxır. 2A minus 1. A minus 3 işim yoxdur. Mənfi. Buradan nəyi çıxır? 2 minus A. A 3'dən böyük ədəddirsə, 2'dən 3'dən böyük ədəd çıxanda işarəsi mənfi.
Mənfidirsə əksi çıxır. Əksi nədir? Mənfi 2 üstəgəl A. İşarələrin əksinə dəyişdikdə yəni. Topla 2A minus 1. Aldıq buradan A minus 3. Mənfi mənfi müsbət elədi. Topla 2. Çıx A. Topla 2A minus 1. Bu A ilə bu A getdi. Qaldı burada nə? 2A. 2-dən çıx 3 çıx 1. 4 çıxıram. 2-dən 4 çıxanda mənfi 2. 2A minus 2. Cavab B bəndi. Keçdik digər suala. Bunları bir kökün altında yazın. Bu hissəni itirilən bir kökün altında yazıram. Burada gördüyünüz kimi kvadratları fərqinin açılışı edir. Yəni kökün altında 7-nin kvadratı çıx. 2 kökdə 10-un kvadratı olur. Hansı ki 7-nin kvadratı 49 çıx. 2 kök 10-un kvadratı da 40. 49-dan 40'ı çıxdım. Kök 9. Neçə çıxdı? 3. Qarşıda da kök 3 var. Kök 3'ə vurdum. Cavab 3 kökdə 3. Həyətdə qoyunlar və toyuqlar var. Toyuqların nəyi tapın deyir? Neçə toyuq var? İndi toyuqların sayına mən x desəm, qoyunların sayı 17 minus x olacaq. Düzdürmü? Çünki cəm 17-ni verməli. Ayaqların sayı. Bilirik ki, bir qoyunun 4 ayağı varsa, 17 çıx x qoyunun 4 vur 17 minus x ayağı var. Üstə gəl, x dənə toyuğunda 2x sayda ayağı var. Bərabər olmalıdır 44-ə. Bu tənliyi həll edirik, bitdi. 68 çıx 4x üstə gəl 2x bərabərdir 44-ə. 44'ü sola mənfi 4x ilə 2x'i sağa göndərsən. 4x minus 2x 68 minus 44'dən alırıq ki 2x bərabərdir 24, x bərabərdir 12'yə. Cavab B bəndi. Sistem, tənliklər sistemi quraraq da əldə etmək olardı. Gəldik indi bura. Aha, kəsini ixtisar edeyim. Bu 3A-nın mötərizə kvadratı çıx. A topla 1'in kvadratı. Kvadratları fərqi kimi açsam. 3A çıx A topla 1 olur bir dəfə. Bir dəfə də 3A üstə gəl A topla 1 olur. Çıxmaya görə mötərizə açıldıqda bura 2A minus 1 edir. Burada 4A topla 1 edir. Gəldik məxrəcə. A kvadratını mötərizə xaricinə çıxarsam nə qalır? 2A çıx 1 qalır. Hansı ki bu 2A çıx 1 ilə bu 2A çıx 1 ixtisara getdi. Sürətdə 4A topla 1 böl A kvadrat. Cavab B bəndi. Xətti tənliyin A parametrinin hansı qiymətində həlli yoxdur? Həlli olmaması üçün x-in əmsalı 0, sərbəst həddə 0-dan fərqli olmalı. Onsuz görürük 16 0-dan fərqlidir. Burası 0 oldu, bitdi. 3A minus 9 bərabərdir 0. 3A bərabərdir 9. A-mız da buradan 3 olaraq tapıldı. Cavab C bəndi. 4-40 ədədləri arasında 6-ya bölünən tam ədədlərin cəmini tapın. 6-ya bölünən, yəni 6-ya qalıqsız bölünən demək istəyir. 6, 12, 18, 24, 30, 36. İndi bu ədədlərin də cəmi lazım. Biraz toplayıb tapa bilərik, amma toplayıb tapmayaq da. Bu bir silsiləmə də gətirir. Hansı ki D-si 6-ya bərabərdir. A1-i 6-ya bərabərdir. AN-i də 36-ya. N necə tapılır hədlərin sayı? Son hədd AN çıx A1 böl D topla 1-dən. Son həddimiz 36. Çıx ilk həddimiz 6. Silsilə fərqi də 6. Böldüm 6-ya topladım 1-ə. Burası 5. Üstünə 1 əlavə etdik. 6. Hədlərin sayı 6. Deməli bu 6-cı həddir. Bizdən də S6-nı istəyir. S6 nəyə bərabərdir? A1 üstə gəl A6 böl 2 vur 6. A1'imiz 6 üstə gəl A6'mız 36 böl 2 vur 6'dan. Bu hissəsi neçədir? 42, yarısı 21. 21'i də 6'ya vurduq. 126. Cavab B bəndi. Keçdik digər suala. Sistem verilib. A topla B 5, A, B hasili 3'dür. A kvadratı topla B kvadratında biz köməkçi düstura görə A topla B'nin kvadratı çıx 2AB kimi yazsaq. Buradan da 5'in kvadratı çıx 2 vur 3. 25 çıx 6'dan cavab 19 70'dən. Keçdik digər suala. Deyir ki CD diametrdir. AND qoyusu 116 dərəcədir. Onda burada yarım çevre olduğuna görə 64 dərəcə düşdü. CD diametri ilə AD vətəri arasındakı bucaq söykəndiyi qoyusunun dərəcə ölçüsünün yarısı. Yəni cavab 32 dərəcə. 72 nömrəli suala baxırıq indi də. Diagonalları 2 kök 7, 6 kök olan rombun perimetrini tapın. P bərabərdir 4A. D1'in kvadratı üstə gəl D2'nin kvadratı bərabərdir 4A kvadratı düsturu ilə də gedə bilərik. Amma burada başqa bir şey göstərəcəm sizə. Ya da o göstərmək istədiyim şey, buranı biraz təmizləyim. Başa düsturu bilmədən belə rahatlıqla yazmaq olur əslində bu sual. Amma rombun xassələrini təbii ki mükəmməl şəkildə bilməliyik. Yəni romb nədir? Bütün tərəfləri bərabər olan paralleloqramdır. Diagonalları
düzbucaq altında kəsişir və parallelogram olduğu üçün yarıya bölünür diaqonallar. Bura 90 dərəcədir. Rombun diaqonallarından biri 2 kökdə 7-dirsə, yəni kök 7-yə kök 7 olaraq bölünür, hansı ki, digər 6 kök 2-dirsə 3 kök 2-yə 3 kök 2. Bir dənə bu üçbucağa Pifagoru tətbiq etsək, kökün altında 3 kök 2-nin kvadratı üstəgəl kökdə 7-nin kvadratı. 3 kök 2-nin kvadratı 9 vur 2-dən 18, üstəgəl kök 7-nin kvadratı 7. 25 elədi, neçə çıxdı? 5. Perimetrdə 4 vur 5. Yəni 20. Cavabımız 20. Bu düsturlarda gedib tapmaq olardı. Gəldik. ABCD trapesiyasının sahəsini tapın. Nə lazımdır trapesiyanın sahəsi üçün? Oturacaqlar verilib hündürlük. S bərabərdir. Oturacaqların cəmi. Yarıya bölüb hündürlüyə vururuq. H-ı necə tapacağım? Buradan buraya endirdiyim hündürlük elə bu trapesiyanın hündürlüyü olur. 30 dərəcəli bucaq qarşısındakı katetdə hipotenusun yarısına bərabər. Yəni H-ımız 5 elədir. A-mız 2. Üstə gəl. B-miz 8. Böl 2 vur 5. Burası 5 eləyir. 5-i də 5-ə vurduq. Cavab elədi 25. 73-də cavabı 25. 74-də sistemdir. Aha. Buradan y-in kvadratı çıx. Gördüyünüz kimi 9x kvadratı 3x-in kvadratı bərabər 36-ya. Y çıx 3x vurulsun. Y topla 3x olaraq ayrılır. Bərabərdir 36-dan. Yaxşı, hardan tapacağım? Bu y-i sol tərəfə göndər, mənfi y. Y üstə gəl 3x bərabərdir 9. Yəni burası 9-dursa, burası da deməli neçə olmalıdır? 4. Yazıram, y çıx 3x bərabərdir 4-ə. Y üstə gəl 3x-imiz də bərabərdir 9-a. Bu sistemi tərəf-tərəfə toplasaq 2y, 3x-lar getdi. Bərabərdir 13. Y də bərabərdir 6,5-ə. Bitdi. 75 nömrəli sual. Düzgün çoxbucaqlının daxili bucağı 150, tərəfi isə 5-dir. Bu düzgün çoxbucaq olsun. Bütün tərəfləri bərabər. Yəni burası 5-dir. Daxili bucağı 150 dərəcədir. Daxili bucaqla iş görmək çətin olur. Xarici bucaqla iş görək. Xarici bucaq 30 dərəcə. Xarici bucaqların cəmi 360 deyilmi? 360-ı mən bir xarici bucağı olan 30 dərəcəyə böləndə elə bu mənə tərəflərin sayını verir. Yəni tərəflərin sayı 12-lər. Perimetri istəyir. Perimetridə 12 A-dan. 12 vur 5. Cavab 60. 60 cavabımız. Medianların cəmi 18 kökdə 3 olan düzgün altıbucaqlının perimetrini tapın. M bərabərdir A kökdə 3 bölünsün nəyə? 2-yə. Medianları da bir-birinə bərabərdir. Bərabər tərəfli üçbucaq. Düzgün üçbucaq bərabər tərəfli üçbucaqdır. 3-ə vursan buranı, 3-ə vursan. Bərabər olmalıdır 18 kök 3-ə. Kök 3-lər getdi. Çarpaz vuranda buradan 3A bərabər 36. A-nı tapmayın. Elə bizdən perimetr istəyir. Perimetr 3A-dır. 3A bərabərdir 36-ya. 77 nömrəli sual. 3 rəqəmli ədədin yüzlüklər mərtəbəsindəki rəqəm 7-dir. 7AB olsun 3 rəqəmli ədədimiz. Bu rəqəm deyil, ədədin əvvəlindən silib sonuna yazdıqda. Yəni AB 7 şəklini alır. Və bundan bunu çıxartsaq neçə eləməlidir? 486. Və ya da 486 ilə bunun cəmi bu ədədi verməlidir. Elə yazaq da AB 7 üstə gəl 486 bərabərdir 7AB şəklini alır. Aha. İndi 7-nin üstünə 6 gələndə B ilə bitməlidir. Deməli 7 üstə gəl 6 13 edir. B buradan 3. B-miz nəyə bərabər olur? Deməli 3-ə. B-nin yerinə 3 yazanda daha rahat olur hesablamaq. B-nin yerinə 3 yazdım. 7 topla 6 13. 3 yazdım. 1 yadda. 3 topla 8 11. 1 də yadda 12. Deməli A-mız da oldu buradan 2. 2 yazdım. 1 yadda. 2 ilə 4-ün cəmi də 6. 1 də yadda 7. Ödədim. A bərabər 2. Ədədimizdə 7AB idi. 723. Bizdən də verilmiş ədədin rəqəmləri cəmi istəyir. Rəqəmləri cəmi elədi 12. 77-də cavabımız oldu 12. 78 nömrəli suala baxırıq. İndi bu 10A topla B idi. Bu da 10B topla A'dır. 10A topla B. Üstə gəl 10B topla A. Bu 10A topla B idi. Çıx 10B topla A. Çıxmaya gördüm ötərzi açılanda. Çıx 10B çıx A eləyir. Sürətdə 11A üstə gəl 11B. Məxrəcdə 10A-dan A çıxıram. 9A. Çıx 9B. Buradan bərabərdir 11 böl 7-yə. Yaxşı olar ki, buradan 11-i mötərizə xaricinə çıxardıq. Yəni 11 vurulsun A topla B böl 9A minus 9B. 9-da çıxarda bilərdik, amma çıxartmadım. Niyə? Çünki bu 11-ə görə çıxartdım. Bu 11-lər neynəsin? Sadələşsin.
Burada neçə qaldı? 1. Çarpaz vuranda 7-ni A topla B'yə vuranda 7A topla 7B bərabərdir. 9A çıx 9B-ni də 1-ə vuranda 9A minus 9B. Mənfi 9B sol tərəfə elədi 16B. Müsbət 7A sağ tərəfə elədi 2A. 2-yə böldüm. A bərabərdir 8B. A da B-də rəqəmlər olduğuna görə B-nin yerinə 1-dən başqa heç nə yaza bilməzsiniz. Həmçinin 0 niyə olmaz? 0-la ədəd başlanır. 2 rəqəmli ədədin ilk rəqəmi 0 ola bilməz. B-miz 1 elədi. A-mız da 8 vur 1-dən. A bərabərdir 8. AB ədədini tapın deyir. Yəni 8, 1, 81. Tənliyinin kökləri hasilini tapın deyir. İndi hər iki tərəfi kvadra yüksəldirik. İndi təbii ki, məlum məsələ, yəni kök altda A ifadəsinin özü böyük bərabərdir 0-dan. Həmçinin A-nın özü də böyük bərabər olmalıdır 0-dan. Yəni bu şərtləri vermədən kökləri tapıb sonda yerinə qoyub yoxlasaq olar. Çox vaxt itirmərik. Alırıq 5x çıx 1 bərabərdir x-in kvadratı üstə gəl 2x topla 1-ə. Bunları sağ tərəfə göndərəndə x kvadratı 2x-dan 5x çıxıldı 3x. 1-in üstünə mənfi 1 sağ tərəfə keçəndə müsbət 1 əlavə olundu 2 bərabər 0. Cəmi 3 hasili 2. Yəni cəmi 3 eləməsi üçün, hasili 2 eləməsi üçün birisi 2-dir. Digər kökdə neçədir? 1-dir. 1 qoyanda ödəyirmi? Kök 4 bərabərdir 2 ödəyir. 2 qoyanda kök 9 bərabərdir. X-in yerinə 2 qoydum da 3 ödəyir. İkisi də ödəyir. Kökləri hasili 2 vur 1. Yəni cavab 2, 79-da. İndi 80 nömrəli sualın izahına baxırıq. Kökün altında 2025-in kvadratı. Şöyle bu ifadələri durub bir-birinə vurmaq lazım deyil. Bunu mən birisini yazıram. Kökün 2025 ilə ifadə etmək istəyirəm hər birini. 2025 çıx 3 kimi yazıram 2022. 2028 ilə 2025 topla 3 kimi yazıram. Və burada bizə kvadratlar fərqinin açılışını verir hansı ki bu isə. Yəni kökün altında 2025-in kvadratı çıx aç mötərizə 2025-in kvadratı çıx 3-ün kvadratı. Bağladıq mötərizəni. Mənfiyə görə açasıyan mötərizəni 2025-in kvadratı çıx 2025-in kvadratı topla 3-ün kvadratı. Bunlar getdi hansı ki kök altda 3-ün kvadratı, yəni kök 9. Kök 9-dan neçə çıxdı? 3. 80 da cavab 3. 81-ci suala baxırıq indi də. Deməli 81-də kvadrat tənlik verilib kökləri üçün bu ifadənin qiymətini tapın deyir. X1 üstə gəl x2 bərabərdir 7-yə. X1 vur x2 də bərabərdir nəyə? 1-ə. Şuna bu ifadənin qiymətini axtarıram. T deyim. Və T məlum məsələdir ki, yəni 0-dan böyük olacaq T. Çünki 2 cüt dərəcədən kök altı ifadənin cəmi mənfi eləməz. Onu bilək. İndi bu ifadənin hər iki tərəfini kvadrata yüksəltsək. Olur kök altda x1-in kvadratı. Üstə gəl kök altda x2-nin kvadratı. Üstə gəl 2 kök altda x1 vur kök altda x2. Bərabərdir T-nin kvadratına. İndi kvadratla kök getdi x1. Üstə gəl kvadratla kök getdi x2. Bərabərdir. Bərabər yox. Topla. 2. Bir kökün altına yazdım x1 ilə x2. Bərabər T kvadratı. Burada var əlimdə, burada var. İndi burası 7. Üstə gəl 2 vurulsun kök altda 1 bərabərdir T kvadratı. Buradan alır ki T kvadratı bərabər 9. T bərabərdir mənfi 3'ü götürməkdə dedim niyə mənfi olmaz. T bərabərdir müsbət 3'ə. Yaxşı, sağ olun şagirdlər. Gələn sınaq izahlarında görüşənədək.